Xeyirli olsun əziz şagirdlər. Bugün sizinlə biz 2025-ci ildə nəşrdən çıxan DİM kitabından 9-cu sinif Conjunction izahına baxırıq. Deməli, baxırıq birinci testdə görürük ki, both and ifadəsi olmalıdır. Ona görə bu iki variant yanlışdır. Have verildiyinə görə xəbəri cəmdə istəyən variant B variantıdır. İkinci testdə baxıram. Nizami Gəncəvi tanınır nəinki ölkəmizdə, həm də xaricdə. Həm ölkəmizdə, həm də xaricdə A variantı. Zəhmət olmasa biraz boya al, qapı, pəncərə, həm qapının, həm də pəncərənin B variantı boyamağa ehtiyacı var. Kate və Sara C variantı. Otaq boşdur. Jack və John orada yoxdur. B variantı. Problem was difficult enough. Kifayət qədər çətin idi. Ben və onun dostları həll edə bilmədilər. Nə Ben, nə də onun dostları C variantı, nə də. He didn't want to go out. O çölə getmək istəmədi. Çünki D variantı yağış yağırdı. O ingilis dilini inkişaf etdirmək istəyir. Çünki o istəyir xaricdə təhsil alsın. 9-cu testdə ev sahibi, ziyarətçilər, Jeremini Eyze, or olar, and olmaz. Bunu da siləm. Elə bir dənə E variantı qalır. Düzgün cavabımız. Mən imtahandan uğurla keçdim. Çünki çox çalışmışdım. B variantı. Nəinki ağıllı, həm də çalışqandır. C variantı. 12-ci testdə baxırıq. O və onun dostu yaşayır. Həm o, həm də onun dostu. Onun bacısı, həm o, həm də onun bacısı Yeni Orlandiyada yaşayır. Prime Minister spoke, deməli both and, buna görə bunu da sildim. Deməli danışdı. Nə əleyhinə, nə də lehinə C variantı tərcümə ilə uyğun gəldi. Bəzi uşaqlar həm ingilis dilini, həm də alman dilini öyrənmək istəyir. D variantı. Sevgi nə satılır, nə də alınır. Neyzanor E variantı. Nə poçt, nə də bank açıq idi. C variantı. I can't with you. Mən səninlə gələ bilmirəm. Gedə bilmirəm. Çünki məşğulam. D variantı. Paltonu təyin etməliyik. Cansızı which-lə, bir də that-lə təyin edirik. 1-3 E variantı. Diana had her lunch və yeməkxananı tərk elədi. Ted is English, he lives, amma o Fransada yaşayır. I wonder, maraqlanıram, David told them, onlara dedi. Hadisə haqqında nə dedi? D variantı. We won the match, biz maçda qalib gəldi, onda qalib gəldi. Çünki bizim komanda əla oynamışdı. E variantı. Manager was not pleased with the result of the project. Layihənin nəticəsi haqqında manager məmnun deyildi. O bu haqda şikayətləndi və o bu haqda şikayətləndi. Beləliklə o bu haqda şikayətləndi. D variantı. Biz idmana getməliyik. Çünki o bizi sağlam və güclü edəcək. D variantı. Sən maşın sürə bilərsən, bilirsən daha doğrusu. Sən mənim kimi diqqətlisən. Çünki sən mənim kimi diqqətlisən, mənim maşınımı sürə bilərsən. D variantı. Qadın kim ki? Skamyada oturan qadın mənim xalamdır. E variantı. Qadını dətlə bir də huyla göstərə bilərik. Mənim bacım həmişə saat qurur. Heç vaxt gecikmir. Ona görə də B variantı. O yerindədir. Çünki o soyuq alıb onu. B variantı. 29. Bəzi millətlər sevimli içkisi kofedir. Hərçənd ki, başqalarınınki çaydır. E variantı. Bazar ertəsi tətildir. Biz getməməliyik işə. Bazar ertəsi tətil olduğuna görə biz işə getməməliyik. E bəndi. Biz çaya çatdıq. Keçə bilmədik körpünü. Biz çaya çatanda körpünü keçə bilmədik. Çünki körpü seldə dağılmışdı. 32. Onlar məni qonaqlığa dəvət etmədilər. Ona görə də mən getmədim. A variantı. Tom çox qəmgindir. O
anasının sevimli güldanını qırıb A bəndi. Çünki sən yaxşı aşbazsan, sən bişir nahar. Onda sən yaxşı aşbaz olduğuna görə sən gərək bişirəsən. D variantı. Taksi şirkəti istəyir ki, yaxşı adını saxlasın. Taksi şirkəti yaxşı adını saxlamaq istədiyinə görə I can still remember the day. C biz təbii olaraq V-lə verərik. A variantı. 37.492-ci ildə zamandır. C variantı. Mən restorana bir dəfə olmuşam. Aha. Baxın, burada nə var? Burada perfect zamanı var və keçmiş zaman var. Present perfect ilə keçmiş zamanı bir-birinə yalnız və yalnız bağlayırsınız. O da since-dən sonra keçmiş sadə zaman olmalıdır. Enjoy özündən sonra ing qəbul edir. A variantı. Promise özündən sonra to qəbul edir. A variantı. Decide to qəbul edir. A variantı. Good at ing qəbul edir. D variantı. Effort to qəbul edir. E variantı. Suggest ing qəbul edir. D variantı. Promise to qəbul edir. A variantı. Enjoy ing qəbul edir. C bəndi. Plan to qəbul edir. E variantı. I cannot stand kendindən olanda ing qəbul edir. D variantı. 49 expect to qəbul edir. A variantı. Miss ing qəbul edir. E variantı. Promise to qəbul edir. A variantı. In ing qəbul edir. A variantı. I cannot help ing qəbul edir. C variantı. Decide to qəbul edir. B variantı. I would like'lar to qəbul edir. C variantı. Amma would mind olanda ing qəbul eləyəcək. Suggest ing qəbul edir. B variantı. Plan to qəbul edir. C variantı. Prefer həm to qəbul edə bilər, to relax ola bilər, amma relaxing olmazdı. Həm də ing qəbul edir. C bəndi. We cannot afford olanda to qəbul edir. E variantı. She keeps ing qəbul edir. C variantı. 61 hope to qəbul edir. A variantı. Avoid ing qəbul edir. A variantı. I don't mind ing qəbul edir. B variantı. Enjoy ing qəbul edir. A variantı. Admit to qəbul edir. Ing qəbul edir. C variantı. I cannot stand kənlər olanda ing qəbul edir. B variantı. Offer to qəbul edir. B variantı. About ing qəbul edir. D variantı. Decide to qəbul edir. C variantı. Suggest ing qəbul edir. E variantı. Would like to qəbul edir. E variantı. Decide to qəbul edir. B variantı. 73 look forward to ing qəbul. Əslində to olanda ing olmur. Amma look forward to birləşmədir və özündən sonra ing qəbul edir. E variantı. Promise to qəbul edir. B variantı. Suggest ing qəbul edir. D variantı. Plan to qəbul edir. A variantı. Hate ing qəbul edir. B variantı. İndi bura baxırıq. Why don't you ask him? Ask-dən sonra görürsünüz to gəlibdir. Bir düzgündür. Expect eşib to gəlibdir. 2 düzgündür. Expect-dən sonra amma burada to change olmalıydı. Bu yanlışdır. Ask-dən sonra to play olmalıydı. Bu yanlışdır. 1-2. She started. Startdan sonra ing də gələ bilər. To do da gələ bilər. Ona görə 1-2 düzgün cavabımızdır.